Əvvəl oradan başlayaq ki, İraqla Suriya sərhəddi təxminən 600 kilometrlik bir sahəni əhatə edir və 2014-cü ildə biz Daesh terror qruplaşmasının məhz Suriya ərazisindən keçərək İraqda Musulu ələ keçirdiyini və ya Musulda bir terror deməli hakimiyyəti inşa etməyə çalışdığını görürük. Yəni İraq və Suriya coğrafiyası iç-içə keçən mürəkkəb relyefə sahib olan, yəni sərhədlər baxımından da əslində Birinci Dünya müharibəsi sonrası süni bir şəkildə belə deyək də cədvəllərlə çizilmiş bir sərhədlərə sahib olan ölkədir. Bu baxımdan İraqın daxili demoqrafik, etnik, məzhəbi durumu, Suriyanın hazırki durumunu da göz önündə bulundurduğumuz zaman təhlükəsizlik baxımından vahid bir məkan, vahid bir coğrafiya görüntüsü ortaya qoymaqdadır. Və təsadüf deyil ki, Suriyada yeni hakimiyyət formalaşarkən İraq rəhbərliyi çox belə deyək də səbirli bir milli təhlükəsizliyi ön plana çıxardan siyasət izlədi. Təbii ki, burada Başbakan Sudaninin mövqeyinin bu şəkildə olmasında Muqtada Əs-Sadr və deməli Sistaninin Suriyanın daxili işlərinə müdaxilə edilməməsi yönündəki mövqeyi də, yəni dini liderlərin burada İraq siyasətinin formalaşmasına, daha doğrusu Şiə cinahının bilirsiniz ki, hazırda İraqda koalisiya formalaşıb, yəni hökumət baş nazir bir qüvvədən sünni, deməli Şiə və Kürdlərin də içində yer aldığı bir hakimiyyət formalaşıb İraq anayasasına görə. Burada təbii ki, müəyyən qruplar Suriya yeni hakimiyyəti formalaşarkən çalışırdılar ki, buna müdaxilə eləsinlər. Ancaq dediyim kimi, həm Muqtada Əs-Sadr, həm deməli Sistaninin bu istiqamətdəki mövqeyi və baş nazir də əslində Suriyanın daxili işlərinə qarışmamaq və təhlükəsizliyi ön plana çıxartmaq siyasətini izlədi və ardınca da bilirsiniz ki, Türkiyənin aktiv arabuluculuğu, təşəbbüskarlığı ilə bölgədə yeni bir güc, yəni həm İraqın, Suriyanın, ondan sonra Lübnanın içərisində yer aldığı bir terror qruplaşmalarına qarşı və bölgəyə xarici müdaxilələrin əngəllənməsi istiqamətində bir inisiativ də ortaya qoyulmuş oldu. Yəni Suriya yeni hakimiyyəti ilə İraq hakimiyyətinin bugünkü əməkdaşlığının təməlində birinci terrora qarşı mübarizə, ikinci hər hansı bir kataklizm anında hələ bölgə Suriyada yeni hakimiyyət tam bərqərar olmayıb, hakimiyyəti bütün coğrafiyaya, ölkə ərazisinə yayılmayıbdır. Hələ Suriyanın şimalında bu PKK-YPG məsələsi öz mövcudluğunu qoruyur. Türkiyənin də Yaxın Şərq siyasətində prioritet olaraq müəyyənləşdirdiyi bir məsələdir. PKK və YPG-nin deməli təsrih edilməsi, Suriya hakimiyyətinə tabe etdirilməsi və Suriyanın ərazi bütövlüyünün təsis edilməsi. Yəni Yaxın Şərqdə biz zaman-zaman bunun üzərində xüsusi olaraq tarixçilər dayanırıq. Bir Pax Ottomana deyilən bir anlayış vardı. Yəni effektiv olacaq bu tədbirlər. Bir məqama da Telman bəy diqqət yetirək. Amerika Birləşmiş Ştatları Suriyadakı 2000 hərbiçisinin sayını 1400-ə endirəcək və 3 əməliyyat bazasını bağlayacaq. Sonraki mərhələdə digər hərbiçilərin çıxarılıb-çıxarılmayacağına 2 ay sonra qərar veriləcək. Mənbələr nəşr belə bildirir ki, Suriyada ən azı 500 Amerikalı hərbiçinin saxlanılması planları da var. Niyə? Bu, Amerika Birləşmiş Ştatlarına heç olmasa o 500 hərbiçini orada saxlamaq nə verəcək? Niyə saxlayır onları? Axı açıqlamalar vermişdi ki, çıxardacaq, qüvvə saxlanmayacaq. Bilirsinizmi, Amerikanın bölgə siyasəti İsrail odaqlı bir siyasətdir. Yəni, İsrailin təhlükəsizliyini ön plana çıxardan bir siyasət, yoxsa Amerikanın qlobal dünya hegemoniyası baxımından Türkiyə ilə əməkdaşlığın, müttəfiqliyin davam elətdirilməsi olmazsa olmaz bir məsələdir. Yəni, bugün Çinlə uğraşan bir Amerika bu qədər geniş coğrafiyalar, təsir imkanlarına malik olan və Trump'ın da ifadə elədiyi kimi qüdrətli orduya sahib olan bir Türkiyə ilə əməkdaşlıqla can atmalıdır. Əslində, uzlaşma ortaya qoymalıdır, Yaxın Şərqlərin gələcəyi ilə də bağlı. Ancaq burada bilirsiniz ki, kritik məqamlardan birisi Türkiyə-İsrail münasibətlərinin Suriya üzərindən xüsusilə davam edən güc mübarizəsinin hansı istiqamətə doğru evriləcəyidir. Burada da bilirsiniz ki, Azərbaycan çox kritik bir təşəbbüs ortaya ataraq Türkiyə-İsrail arasında danışıqlara da
deməli cənab prezident konferansdakı çıxışında da qeyd eləmişdi. Ev sahibliği elədi və biz birləşdirici bir missiyaya sahib olan ölkə və dövlət olaraq eyni zamanda qardaş ölkəmizin, Türkiyəmizin milli maraqlarını da ön plana çıxardaraq bölgədə hər hansı bir yeni qarşıdurma olmasın. Bizim yaxın münasibət qurmuş olduğumuz ölkə olaraq İsrail ilə Türkiyənin, İsrailin gücünün qlobal sistemin içərisində nə ifadə etdiyini bilirik. Yəni istər maliyyə baxımından, istər Amerika üzərindəki bayaq elə siz sual verirkən bunu xüsusi olaraq qeyd edirik ki, yaxın şərq siyasətində Amerika İsrailin təhlükəsizliyini plana çıxardır. Bu bağlamda bizim də maraqlarımız ondan ibarətdir ki, Türkiyə ilə İsrail Suriyada qarşı-qarşıya gəlməsin və bir belə deyək də bu Rusiya ilə Türkiyənin vaxtilə hava məkanında və hərbi müstəvidə qurmuş olduqları əlaqələndirmə mexanizması kimi bir mexanizmdə formalaşmış olsun. Burada təbii Amerikanın ən böyük siyasəti nə idi burada Biden administrasiyası dövründə? Orada sözdə bir terror dövlətini qurmaq, yəni bunu da Türkiyə xarici Suriyaya yönəlmiş olan əməliyyatları ilə böyük ölçüdə bərtaraf elədi. Və indi bu PKK-YPG yapılanması artıq Suriya hökumətinə, yeni hökumətinə tabi olmalıdır. Trump da bunu açıq şəkildə anlayır və ifadə edir ki, Suriyanın gələcəyində Türkiyə müstəsna kilit rola sahibdir. Bu proses baş verməlidir. Amma burada da biz gördük ki, Suriyada Türkiyənin hərbi bazalarının qurulacağı məkanlara İsrail hücum elədi. Yəni oraya hava saldırıları düzənlədi. Dolayısıyla Amerika qaçınılmazlığını anlayır. Yəni qlobal hakimiyyətinin devam etməsi baxımından Türkiyə ilə əməkdaşlığın mühüm olduğunu görür. Burada təbii ki, Şərqi Aralıq dənizi məsələsi var, Şərqi Aralıq dənizinin resurslarının istifadə edilməsi məsələsi var. Amma o bir tərəfdən də İsrail ilə Türkiyənin hətta Netanyahu'ya Amerikada Trump makul bir, yəni belə deyək də çərçivələri aşmayan Türkiyə ilə bağlı bir deməli münasibət istədi və yəni Türkiyə ilə İsrail münasibətlərinin uzlaşmasının bu məsələdə sonuçlanması, müsbət sonuçlanması oradakı Amerikan hərbi varlığında çıxmasına gətirib çıxaracaq. Yəni bir məqamda diqqət yetirək Telman bəy. Deməli, Trump ilk hakimiyyəti dövründə də Suriyadakı hərbi qüvvələri çıxarmaq istəyirdi əslində. Lakin Pentagon həmin vaxt buna qarşı çıxmışdı. Məlumata görə Pentagon və CENTCOM mərkəzi komandanlıq bu dəfə Trumpın qərarını dəstəkləyib. Pentagon niyə güzəştə gedib Trumpa ki? Bilirsiniz, birinci Trump özü Amerikadakı müəssəs nizamla mübarizə apararaq əslində Amerikanın daxili siyasi vəziyyəti baxımından, mənzərəsi baxımından da bu baş verən prosesləri daha aydın görə bilərik. Hakimiyyətini birinci dövründə tam təsis etməmişdi. Yəni iqtidar idi, amma müqtədir deyildi. Yəni tam bir hakimiyyəti əlində cəmləşdirməmişdi. Amma indi öz deməli xarici siyasət konsepsiyasını Müdafiə Nazirliyinə və ölkənin digər strukturlarına hakim qılmağa çalışır. Və ikinci bir amil Türkiyənin önlənəməz yüksəlişidir. Yaxın Şərqdə və geniş coğrafyalarda bilirsiniz, bununla bağlı çox çalışdılar. Daxili və xarici siyasət 15 Temmuzda 2016-cı ildə Türkiyədə dövlət çevrilişi eləməyə çalışdılar. Bunun müxtəlif analizlər olubdu. Yəni burada Amerikanın qərb dairələrinin rolu. Türkiyəyə qarşı terroru himayə elədilər. PKK-YPG-ni silahlandırdılar. Tırlarla silah göndərdilər. Amma Türkiyə heç Amerikaya da yəni yeri gələndə rəğmən oraya yönəlmiş bir əməliyyat apara biləcəyini, öz təhlükəsizliyi üçün hər şeyə gedə biləcəyini göstərdi və Fırat qalxanı, Barış Pınarı əməliyyatları ilə orada böyük ölçüdə bu Aralıq dənizinə çıxışı olan və bu cür deyək ki, belə deyək də həvəslərlə yaşayan bu terror dövləti proyektini bərtaraf etmiş oldu. Bunu da Amerika görür. Dünya dəngələri, yəni Rusiya-Ukrayna müharibəsindəki durum, Avropanın qarşılaşdığı problemlər Türkiyənin burada Türkiyəyə qarşı-qarşıya gəlməmək məsələsində ön plan. Aydındır. Tam varlığının hərbi varlığının məsələsində daha müsbət bir ortam yaradır.